Kartınızda nə qədər pul var? 137 manat. Baxa bilərik. Bəli. Sağ ol. Nə işləyirsiniz? Barman. Bəs olar şəkilsiz seçim digər insana göstərmişsin, kart hesabına nə qədər pul var təxmin eləsin. Bəli olar. Pulun rəsmi TikTok səhifəsini TikTok'dan izləyirsiniz. Yox. Amma izləsəydiniz yerinizə bu dəqiqə bayram ərəfəsi 100 manat pulundan CEO salacaqdım. Çox sağ ol. Nə etmək lazımdır? İzləmək. Mütləq izləyin çünki bu son ilənə qarşıda çıxa bilərəm. Səncə bu dostumuzun bank hesabına nə qədər pul var? 100 manat. 100 manat son fikrimdir. Aha. 137 manat tamamı qəpikləri çıxsaq pul var. 37 manatla qandırdıq. Bəs sənin kart hesabına nə qədər pul var? Məndə 19 manat. Göstərə bilərsən 19 manatı. Nə işlə məşğulsan? Musiqi ilə. Bəs olar səndən sonraki insan sənin şəkil çəkim bank hesabına olan pulu təxmin eləsin? Ha, təbii ki olur. Səncə dostumuzun bank hesabına nə qədər pul var? 3687. Son qərarındır. Son qərarımdır. 19 manat bank hesabında pul var. Onda heç bir şey qasırtdıq o məbləği. Əli boş yola salmaq istəmirəm bayram ərəfəsi. Fulun rəsmi TikTok səhifəsini TikTok'dan izləyirsən? Yox, Videolarım qarşınıza çıxır. çıxıb amma takip eləməmişəm. İzləsəydin bayram ərəfəsi tamamı yerindəcə 100 manat pulla gedəcəydin. Bilirdin bunu? Yox, bilmirdim. Ona görə nə etmək lazımdır? Takip eləmək lazımdır. Bəs sənin bank hesabına nə qədər pul var? İzləyicilər tapsın. Amma pul var. Qardaşın səsini sansürləmişəmsə işitilmir. Nə qədər pul var kommentə taparsınız. Və sizə dostumuzun bank hesabına nə qədər pul var kommentlərə doğru təxmin edənlər kart hesabına eyni məbləğ köçürüləcək. Sağ olun, salamat qalın.